Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualın izahına baxaq. Deməli, bizdən iki şərt tələb olunur. Tabesiz mürəkkəb cümlə olmalıdır və cümlə üzvləri arasında uzlaşma əlaqəsi olmalıdır. Cümlə üzvləri arasında uzlaşma əlaqəsi mübtəda və xəbər arasında olur. Deməli, bizə elə cümlələr lazımdır ki, həmin cümlələrdə həm mübtəda, həm xəbər iştirak edəsin və həmçinin həmin cümlə tabesiz mürəkkəb cümlə olsun. Gəlin birdən başlayaq. Bizə gələrsən, babamla da bu barədə fikirlərimizi bölüşərik. Bu cümlədə, bəli, mürəkkəb cümlə olsa da, mübtəda yoxdur. Ona görə bir yanlışdır. İnsan öz ömrünü var-dövlət toplamağa deyil, bilik mənimsəməyə sərf etməlidir. Burada ikinci cümləmiz sadə cümlədir. Hər iki hərəkəti görən şəxs insan mübtədasına aiddir. Bizə mürəkkəb cümlə lazımdır. Sərvət qorunur, əql isə insanı qoruyur. Nə qorunur? Sərvət. Nə insanı qoruyur? Əql. Deməli, burada ayrı-ayrı mübtəda xəbərlərimiz var və mürəkkəb cümlədir. Hər iki şərtimizi ödəyir. Gəl nümunələr toplayaq. Yoldaşlarımızla elmin insan həyatındakı rolu barədə fikir mübadiləsi aparaq. Bu cümlədə də mübtəda yoxdur. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Nə canımızdır, nə ruhumuzdur? Dil ruhumuzdur, eşqimizdir, canımızdır. Cümlədə həmciz xəbərlər işlənsə də bu cümləmiz tabesiz mürəkkəb cümlədir. Çünki ayrı-ayrı mübtəda xəbərləri də var. Deməli, hər iki şərti ödəyir. Doğru cavab olacaq 3-5 C variantı.